İndi danışaq samitlərdən. Gördüyünüz kimi sizə belə bir cədvəllə yerləşdirmişəm. Samitlərdə ən çox bilməli olduğunuz məqamlar nədir? Cingiltili ilə çarın bir-birinin qarşılıqları. Yəni çarın qarşılığı hansı cingiltili samitdir? Cingiltilinin qarşılığı hansı çar samitdir? Bunları dəqiq bilməlisiniz. Və dilimizdə saitlərdən çox, ən çox samitlər bizə problemlər yaradır testlərdə, onları tapmaqda. Yəni ən çox samitlərdə biz çətinlik çəkirik. Ona görə samitlərə daha çox diqqət eləməlisiniz. Və onu da qeyd edeyim ki, burada cədvəldə gördüyünüz bütün samitlərin çarın cingiltilisini, cingiltinin də çar olan versiyasını bilməlisiniz. Qeyd edeyim ki, bu cədvəldə L, M, N, R gördüyümüz kimi L, M, N, R samitləri qarşılıqları yoxdur. Yəni bunların çar qarşılığı yoxdur. Ona görə də dilimizdə bunlara sonar samitlər deyirlər. Bunu yadınızdan çıxarmayın. Daha sonra biz burada baxaq həmçinin də çar samitlərdən H samitinə. Görürsüz, H samitinin də cingiltili qarşılığı yoxdur və onu mənfi şəklində cədvəldə veriblər. Daha çox Testoplos üzərində gedirəm, samitlər növləri və tələffüzü və ora baxıram, daha çox görürəm qığı, çöyə əvəzlənməsindən düşür və yaxud da eyni cinsli qoşa samitlərin işlənməsindən, müxtəlif cinsli qoşa samitlərin işlənməsindən düşüb deyə daha çox onlar barədə danışmaq istəyirəm. Biz eyni cinsli qoşa samitlərdən. Deməli dilimizdə bir neçə eyni cinsli qoşa samitlər var ki, çoxdur əslində. Məsələn, s var, v var, l var. Bunlar ən çox yazıldıqları kimi də tələffüz olunur. Məsələn, zəvvar yazıram, elə zəvvar olaraq da deyirəm. Və yaxud da hissə yazıram, elə hissə olaraq da onu deyirəm. Amma dilimizdə müəyyən eyni cinsli qoşa samitlər var ki, bunlardan biri p-p-dır. Sonra biri t-t-dır. Daha sonra ç-ç-dır və q-q olduğu kimi qalır. Digəri özünün qarşılığı ilə əvəz olunur. Məsələn, p qalır, b, digəri keçir b hərfinə. T qalır, digəri keçir d hərfinə. Ç, c və yaxud da q-da isə amma artıq fərqlidir. Biri k kimi, birincisi k kimi, digəri isə q kimi tələffüz edilir. Məsələn, mən hoppanmaq sözünü p samitinə uyğun yaza bilərəm. Hop, hoppanmaq. Bunlardan p olduğu kimi qalacaq. Bu digər p isə b-yə keçəcək. Və yaxud da mən deyə bilərəm t-t-yə uyğun səttar sözünü. Səttar. Yenə də səttar sözündə sət, t-nın biri qalacaq, digəri isə onun qarşılığı ilə əvəz olunacaq səttar şəklində. Və yaxud da ç-ç samitinə uyğun deyə bilərəm səkkiz. Səkkiz. Gördüyümüz kimi 2 dənə ç ilə yazılacaq, amma biri ç kimi olacaq, digəri isə c qarşılığı ilə əvəz olunacaq. Görürsünüz, burada nə ardıcılığı var? Çar cingiltili ardıcılığı var. Amma q-q-ya uyğun desəm, məsələn, deyirəm sak, qız. Saqqız. Necə tələffüz olunur? Sak, qız şəklində. Yəni, mən istəsəm belə birinci cingiltili, ikinci isə çar kimi tələffüz edə bilməyəcəm. Sonra bunlardan biri də y-y samitidir. Y-y samitindən danışaq. Y-y samiti 2 cür işlənə bilər. Həm bir dənə y ilə yazılmalıdır. Ola bilər 2 dənə y ilə yazılmış söz olar. Y-nın biri düşər, digər bir dənə y ilə əvəz olunar. Ola da bilər ki, y-y olduğu kimi qalar elə. Yəni, iyyat şəkilçisini bura aid eləyə bilərəm. İyyət şəkilçisini, iyya şəkilçisi, iyyə şəkilçisi. Məsələn, deyirəm, ədəbiyyat. Ədəbiyyat yazıram, amma bir y ilə tələffüz edirəm. Ədəbiyyat. Ədəbiyyat. Gördüyümüz kimi bir dənə y ilə əvəz olunur. Ən çox şəkilçilərdə bu y-nın biri düşür. Nə zaman 2 y ilə qalır? Məsələn, deyirəm təyyarə. Təyyarə. Təyyarə sözündə y-ların hər ikisi yazılmalıdır. Təyyarə kimi də elə qalmalıdır. Amma məsələn, bir məqama da diqqət eləyək. Mən burada dedim ki, iyyət və iyyət olanda y-nın biri düşür. Amma nəzərə alaq ki, istisnasız qayda yoxdur. Burada niyyət sözü var ha. Niyyət sözündə artıq niyyət elə y-ların hər ikisi olduğu kimi də işlənəcək. Yəni, niyyət sözünü biz bura əlavə etmirik.
Daha sonra biz danışa bilərik q samitinin və yaxud da ç samitinin işlənmə məqamlarından. Q samitinin işlənmə məqamına diqqət eləyək. Məsələn, q samiti. Q samiti özü 4 cür tələffüz oluna bilər. 1 q kimi, 1 k kimi, digər vəziyyətdə ğ kimi, bir də var təkcə x kimi. Baxın, x' demirəm ha, təkcə x kimi deyirəm. İndi mən baxıram. Məsələn, təkcə q kimi olar, daha çox sözün əvvəlində gələn zaman q kimi yazılır, q kimi də oxunur. Məsələn, deyirəm quzu. Elə quzu yazılır, elə quzu olaraq da tələffüz edilir. K kimi isə, məsələn, yazıram nöqsan, nöqsan. Olacaq bunun tələffüzü belə. Nöqsan şəklində. Başında ştrixi olmalıdır. Ğ kimi işlənməsi üçün özündən sonra, q'dan sonra saitlə, yəni saitlə başlayan ya söz, ya şəkilci gəlməlidir. Elə bura yazıram sait. Elə sait yazsam başa düşəcəksiniz. Məsələn, yazaq buna bir nümunə olaraq otaq içi. Otaq içi. Bu olacaq otaq. Yəni birinci q ğ-ya keçəcək, içi olduğu kimi qalacaq. İndi onu yazmıram. Daha sonra məsələn x kimi necə tələffüz olunur? X kimi tələffüz olunması üçün q-dan sonra samit gəlməlidir. Q-dan sonra samit olmalıdır. Məsələn deyirəm otaq divarı. Otaq divarı. Gördüyümüz kimi q-dan sonra d gəlib, ona görə də biz buna deyirik otaq divarı. Bu da bu qədər sadədir. Sonra danışaq ç samitinin işlənmə məqamından. Ç samiti. Ç özünü 5 cür göstərir. Həm ç kimi, həm k kimi, həm c kimi, həm y kimi, həmçinin də x' kimi. Baxın, bayaqkı x demirəm, x' deyirəm. İndi baxaq. Məsələn, ç kimi ola bilər kişi. Elə kişi yenə də bayaqkı kimi q samitində olduğu kimi elə sözün əvvəlində gələndə daha çox ç kimi səslənir. Kassa sözündə məsələn k kimi səslənir. Amma nəzərə alın ki, yəni kassa sözündür, kasser sözüdür. Bu kimi sözlərdə yəni k-nın sırf özüdür. C kimi nə zaman səslənər? C kimi o zaman olur ki, məsələn özündən sonra daha çox sait gələndə elə olur. Məsələn, deyək ki, seçki. Məsələn, seçki sözündə seçki şəklində tələffüz edilir. Y samiti kimi işlənməsi üçün özündən sonra, baxın, belə bir düstur verirəm. Ç-dan sonra sait olmalıdır. Sait səs gələrsə, bu zaman ç, y kimi səslənir. Məsələn, deyirəm çiyələk ətri. Çiyələk ətri. Çiyələk ətri sözündə ç, y-ya keçəcək. Daha sonra x' olması üçün ç-dan sonra samit olmalıdır. Digərindən fərqli olaraq. Məsələn, deyirəm çiyələk qoxusu. Çiyələk qoxusu. Burada q samiti gəldiyinə görə burada çiyələk sözü x' kimi səslənəcək. İndi isə demin test toplusunun samitlər növləri və tələffüzündən baxaq birinci sualımıza. Deyir ki, hansı sıradakı sözlə və saitlə başlanan şəkilçi artırdıqda q-ğı ç-ya əvəzlənməsi baş vermir? Belə tip suallarda bizim köməyimizə ən çox n+4 şəkilçimi çata bilər. Çox sözə buna artırıb rahatlıqla həmin suala cavab tapmaq mümkündür. n+4 şəkilçilərimiz hansılardır? N-dır, in-dir, un-dur və ün saitlərdir ki, bunlar bizə daha çox rahat kömək edir. Məsələn, deyirəm ki, qoruğun ürəyin. Bizə deyir baş verməsin. Şərtə həmişə diqqət edin. Qoruğun ürəyin sözlərində dəxilsiz oldu, olmadı. Siz bu şəkilləri əlavə eləyin, daha rahat tapasınız. A variantında görürsünüz bizim şərtə uyğunlaşmır. Ona görə A-nı atıram. Baxaq B variantına. Türkün şəfəqin. Görürsünüz, heç bir halda türyün və yaxud da şəfəqin demədik. Ona görə bizim cavabımız elə B variantı olacaq. Digərinə elə bilə baxaq. Çarığın, kəpənəyin, sümüyün, otağın və s. Görürsünüz, hər birində
Ğı, çı əvəzlənməsi baş verir. İkinci sual da eynidir. Ona görə də onu sizin öhdənizə buraxıram. Üçüncü suala baxaq. Tərkibində yalnız cingiltili samitlərin işləndiyi sözləri müəyyən edin. Baxaq cingiltili samitlərə. Daşqın sözündə görürsüz ş samiti var. Ona görə biz A-nı atırıq. Baxaq B variantına. Ümid sözündə hə, yaxşı, hər şey rahat. Amma ilıq sözündə ilıq şəklində. İlıq sözü x-la, yəni sondakı q x ilə tələffüz edilməlidir. Və biz cingiltili və yaxud da çar samitləri, həmçinin də saitlərin növlərini burada sözlərdə ayırarkən daha çox onun tələffüzünə baxmalıyıq. Yəni tələffüzə baxmalısınız. Tələffüzdə x-nı görürəm deyə, deməli B variantını ata bilirəm. Yəni B variantı bizim şərtimizə uyğunlaşmır. Bizdən cingiltili samitlərin işləndiyini istəsə belə, biz tələffüzə baxmalıyıq. Bunu yadınızdan çıxarmayın. Baxaq C variantına. Saray, həssas sözlərində s-ları görürsüz. Ona görə C-ni atıram. Ağac, bulaq. Görürsüz, ağac, bulaq. Hər ikisində çarlaşma olduğu üçün D-ni atıram. İldırım sözlərində l, d, r, m. Həmçinin yanğın sözündə ya, y, n, g, n samitlərini görürsüz və heç bir tələffüzündə bir fərq olmadığına görə biz rahatlıqla Y variantını götürə bilərik. Saitlə başlanan şəkil artırdıqda hansı sözdə ç-yə əvəzlənməsi baş vermir? Elə buna da ın saitini artırıb, ın üstü 4 saiti artırıb tapa bilərik. Məsələn, dirriyin, daş kəsəyin, ensiklopedikin, elni kürəyin, dirsəyin. Görürsüz, bu saiti artıranda bir dənə ensiklopedikin sözü dəyişmədi. 7-ci suala baxaq. Eyni cinsli qoşa samitli sözlərin hansında qoşa çar samitlərin ikincisi cingiltili tələffüz olunur? Eyni cinsli qoşa samit istəyir birincisi, həmçinin qoşa çar samitlərini istəyir. Ona görə də siz çaşıb qoşa cingiltiliyə baxmamalısınız. Görürsüz, münəccim sözündə 2 dənə c var. Bunlar qoşa cingiltilidir. Həmçinin məşəqqət sözündə də 2 q-lar cingiltilidir. Ona da baxmırsınız. Digərlərinə amma baxa bilərik. Deyir ki, ikincisi cingiltili tələffüz olunsun. Şəffaf sözündə heç bir dəyişiklik olmur. Ona görə A-nı atıram. Rəssam sözünə də baxanda ona heç bir dəyişiklik olmadığını görürük. Y-ni də atırıq. Şappıltı sözü isə ən çox belə işlənir. Şap birinci olduğu kimi p qalır. İkincisi isə özünün qarşılığı ilə əvəz olunur və bu şəkildə tələffüz edilir. Ona görə cavab olacaq D variantı. 11-ə baxaq. Sonundakı cingiltili samiti çar qarşılığı ilə əvəz etdikdə mənası dəyişən sözlər cərgəsini müəyyənləşdirin. Deməli, bu sualı bilmək üçün siz çar cingiltili cədvəlini çox rahat bir şəkildə öyrənməlisiniz. A variantına baxaq. Bağ sözü Ğ samitinin qarşılığı nədir? X samiti. Bağı biz bağ kimi deyəndə məna dəyişir. Ağac sözünə baxanda ağac şəklində desək belə ağacın mənası dəyişmir. Ona görə A variantına biri uyğun olur, biri olmayanda biz A-nı atmış oluruq. B variantında qəlb qəlblə əvəz olunanda, P ilə əvəz olunduqda B samiti başqa bir mənaya gedir, çıxır. Sənət sözündə də həmçinin sənət deyəndə, məsələn, deyirik ki, o müğənninin sənəti və yaxud da deyirik ki, kağız sənədlər. Bunlar artıq ayrı-ayrı mənalar olduğuna görə bizi bunu t ilə əvəz etdiyimizdə məna dəyişir. 14-cü sual. Hansı qoşa samitli sözün tələffüzü yazılışından fərqlənir? Tık, qıltı. Demişik ki, 2 qoşa samitlərdən, 2 qoşa q samitlərdən bir yanaşı. Demişik ki, 2 qoşa q samiti yanaşı gələndə birincisi k ilə, özünün qarşılığı ilə əvəz olunur. İkincisi isə olduğu kimi qalır. Tıqqıltı sözündə də k, Q-nın biri birincisi, yəni K-ya keçir. İkincisi isə olduğu kimi qalır. Ona görə elə cavab olacaq A variantı. Yalnız çar qarşılığı olmayan samitlərin işləndiyi sözlərdir. Biz demişik ki, çar qarşılığı olmayanlar hansılar idi? Sonorlar idi. L, M, N və R samitləri. İndi baxaq variantlarımıza. Namərd, di. Namərd, di. Görürsüz, çox şey dəyişir. Yəni, burada sadəcə bizdən çar qarşılığı olmayan samitlər istəyir. Yəni, biz sadəcə l, m, n, r olan samitdə olan sözlərə baxmalıyıq. Görürsünüz ki, burada birincidə məsələn ç var və yaxud da varlanmaq sözündə q var, onun üçün A-nı atıram. Səməni sözü ilə müsəlman sözündə s-ları görürsünüz, ona görə B-ni atıram. Gülləbaran sözündə b-nı görürsünüz, nargilə sözündə c-nı görürsünüz, ona görə C-ni atıram. Söndürülmək sözündə
S-nı görürsüz. Narahatlıq sözündə H-nı görürsüz. Q-ya baxırsınız, görürsüz. Ona görə də bunların hər biri bizim çar qarşılığı olmayan samitlər deyil. Ona görə D-ni atıram. Amma minari ilə normal sözlərində M, N, R, normal sözündə də N, R, M, L samitini görürsüz və bizim qaydaya uyğunlaşdığı üçün Y variantı cavab olur. 16-cı sual hansı sözdə çar samit cingiltili tələffüz olunur? Hop, banmaq. Hop, banmaq. 2 P samiti yanaşı gələndə birinci olduğu kimi, ikincisi isə onun qarşılığı ilə əvəz olunur. Bu da bizim qaydamızı sübut etmiş olur. Cavab olacaq A variantı. Sonra 19-cu sual hansı sözlərdə Q hərfi K səsini ifadə edir? Baxaq. Məqsəd, məqsəd. Bəli, burada Q K-ya keçir. Ona görə biri götürürəm. Bir olmayan variantı atıram. S gedir, D gedir. Qəbul sözündə isə Q olduğu kimi qalır. Ona görə 2 olmayacaq. 2 olan variantlar yoxdur. Qəzet sözündə də həmçinin yenə də variantlardan A-nı ata bilərəm. Heç bir dəyişiklik K səsi ifadə olunmur. Nöqtə sözü isə K-la əvəz olunduğu üçün 4-ü götürə bilirəm. Maraq sözündə isə Q X kimi əvəz olunur. Yəni maraq demirəm ona. Ona görə 5 gedir. Diqqət sözü 2 Q yanaşı gələndə biri çarlaşır. Ona görə 6-nı götürə bilirəm. Maqnit söz olduğu kimi qalır. Miqyas sözü də həmçinin. Cavab olacaq Y variantı. Tələffüz olunmur. Sonu B, D, C, C samitlərindən sonra sait gələrsə olduğu kimi, samit gələrsə çarlaşır. Ona görə də palıd qozası, palıd qozası kimi olacaq. Son samiti cinciltili tələffüz olunmayacaq. Ona görə biri götürə bilirəm. Armud ağacı isə olduğu kimi qalacaq. Çünki özündən sonra sait gəlib. 2-ni atıram. 2 olan variantlar gedir. B gedir, Y gedir, A gedir. Amma 1 qalır. 4 manat. Görürsünüz, özündən sonra samit gəlib. Ona görə 3-ü götürə bilirəm. 4 manat olacaq. Kitab satışı. Kitab satışı. Özündən sonra samit gəlib. Ona görə 5-də götürə bilirəm. 1, 3, 5 bizim cavab olacaq. Arıq uşağı isə olduğu kimi qalır. Çünki uşaq burada U saitlə başlayıb. Ona görə cavab olacaq C variantı. 39-cu sual. Yarışda birinci olan bizim Məhəmməddir cümləsindəki hansı sözdə cingiltili samitlərdən biri çar tələffüz olunur? Yarışda sözündə heç bir dəyişiklik yoxdur. 1-i atıram. B getdi. Birinci sözündə də heç bir dəyişiklik yoxdur. Ona görə 2-ni atıram. 2 getdi. Olan yenə də dəyişiklik yoxdur. 3 gedir. Bizim heç nə. Məhəmməddir. Məhəmməddir. D-nın biri T-ya keçdiyi üçün 5-i cavab olaraq götürə bilirəm. Bunların hər biri təkrar suallardır və özünüzün işləməyiniz daha yaxşıdır. 50-ci suala baxaq. Deyir, cərgələrin birində G hərfi ardıcı olaraq həm Q, Q, X, K kimi səslərini ifadə eləsin və bu ardıcıl olsun deyir. Baxaq indi, haqqında sözündə haqqında birinci K kimi səslənir. Ona görə elə variantı uyğunlaşmadığı üçün A-nı atıram. Üfüq xəttində Q-dan sonra X gəlib, yəni samit gəlib, bu artıq Q kimi səslənməsinə mane olur. Ona görə B-ni atıram. Qonaq otağı sözünə baxaq. Qonaq sözündə Q əvvəldə işlənən Q kimi səslənir. Otağı sözü isə saitlə başladığına görə artıq burada olacaq qonaq otağı, qonaq Q ilə səslənəcək. Ona görə birinci Q, sonra Q, yarpaqdan sözündə danı görürsüz və özündən sonra samit gəlirsə X kimi səslənəcəkdir. Rəqs sözündə isə Q, K kimi səslənir. Yəni, bu gördüyümüz ardıcıllığa bu variant uyduğuna görə cavab olacaq C variantı. Fərqləndirilmiş sözlərdən hansıların son samiti cingiltili tələffüz olunur? Zəfər jüllərini dövr qədimdən bayraq işığında bitən görmüşəm. Bayraq mənliyimdir, bayraq kimliyim, bayraq öz yurduma, öz hakimliyim. İndi biz burada Q-nın şərtlərini və nə zaman Q kimi, nə zaman Q kimi, X kimi işlənir, bunu bilməliyik. Baxaq, bayraq işığında biz demişik ki, Q-dan sonra sait gələrsə, Q, Q-ya keçir. Deməli, birincisi Q kimi səslənir. Və bu da cinciltilidir. Cinciltilidir. Biri götürə bilirəm. Bayraq mənliyimdir. Bayraq mənliyimdir. Q-dan sonra samit gəlirdisə, bu zaman artıq X kimi səslənir. Ona görə mən içini götürə bilmirəm. Çünki cinciltili yox,
çar tələffüz olunur. Bayraq kimliyim, yenə də bayraq kimi. Yəni çar tələffüz olunacaq. Çünki özündən sonra samit gəlib. Üçü də atıram. Bayraq öz yurduma öz hakimliyim. Yenə də burada ğ kimi səslənəcək. Çünki özündən sonra sait gəlib. Burada da cingiltili olduğuna görə 1 və 4 bizim cavab olacaq. 59-cu və 60-cı sualları sizin öhdənizə buraxıram.